Uşaqlar, deməli bu gün biz hazırladığımız ərəb salatıdır. Tərkibi çox sadədir, yəni kahıdır. Bildiyimiz azca keşniş yarpaqlarıdır. Biraz soğan vurulur, xırda doğranmış soğanın yaşıl hissəsidir. Sonra kartoşka, nazik, salonka, samanvari doğranılıb, qızardılıb və lavaş. Bildiyimiz lavaşlar, yuxalar qızardılıb bu cürlə. Birinci nə edirik? Kahını əlavə eləmişik. Bu burcu göyərtilərdən vururuq. Sonra mütləqdir hissə verilmiş toyuq filesi. Çox yox, azca. Yəni ki, ən əsas bunda göyərtilər önəm daşıyır. Və lavaş. Çeri, pomidor. Biraz da biz buna qaynadılmış toyuq filesi vururuq. Və bu hazırladığımız qurudulmuş kartoşka ilə lavaşı əlavə eləyirik. Belə. Əlavə elədikdən sonra yaxşıca qarışdırırıq. Rəng olaraq da çox qəşəng alınır. Qoxusu hələ. Qoxunu hiss edirsiniz də. Bunu ən çox kim sevir bizdə? Görürsünüz, bilirsiniz. Qarğıdalı mütləq. Ban içində, nə deyirlər buna? Marinad olunmuş qarğıdalı. Konservələşdirilmiş. Bəs eləyir. Çalışırıq suları getməsin. Duzu azca. Və əsas buna dad verən nədir? Siviçili sous, şirin acılı sous. İndi ölçüyə görə vururuq, amma çox da eləmirik də. Yəni palçıq kimi alınmasın. Əlimdə əlcək olduğuna görə, yəni bunu əzmirik, bax. Götürürük, çeviririk. Bizim orada qəşəng, möhtəşəm yaşıl kasamız var. Of. Bir dənə bu qoxunu sizə ötürə bilsəydim. Arxam gəlir, çox ləzzətli qoxusu gəlir. Hə. Sonra da orada qaralar var. 2 dənə də o qaraları gətirir. Qəşəng. Gətir. İcazə verin. Altındakı qaraları, böyükləri. Nagis hazırlamışıq. Toyuq çubuqları. Uşaqlar özləri hazırlayıb. Biraz əyrim olduqlarını baxmayaraq. Uşaqların hazırladığıdır. Heç nə olmaz. Çıxart bunları iç-içə. O təmiz. Paliteli. Alt hissəsindən qoyuruq ki, pomidorlar aşağı düşür axı biz qarışdıranda bu cürünə. Gətir qızım ola yaxına, aynı gətir. Bilmirəm süzə necə, obrisini də ver. Bilmirəm süzə necə, hələ mən biraz keyfsizəm, amma bir dənə burada qoxu var ki, çox qəşəngdir yəni. Всё. O deyən obrisini üstünə qoyun. Bitti.